Xəbər verdiyimiz kimi dekabrın 2-sində Bakıda yaşadığı evin hamamında 18 yaşlı Leyli Məmmədovanın meyidi tapılıb. Sosial şəbəkələrdə mərhumun fotoları paylaşılıb. Dəm qazının qurbanı olan Leylinin həmin fotolarını təqdim edirik. Dekabrın 3-ü saat 13 radələrində Mingəçevir şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Belə ki, 63 yaşlı şəhər sakini Əntiqə İsmailova yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır. Məlumat üçün qeyd edək ki, son günlər Samux və Bakıda da oxşar hadisələr qeydə alınıb.